Avropa İttifaqı Komissiyası Çində yerləşən onlayn alış-veriş platforması Temunu rəqəmsal xidmətlər qanununu pozduğuna görə 200 milyon avro cərimələyib. Az24 Avropa Komissiyasına istinadən xəbər verir ki, Temu öz platformasında qanunsuz məhsulların satışı ilə bağlı sistemli riskləri lazımi səviyyədə müəyyən etməyib və qiymətləndirməyib. Komissiyanın bəyanatında istehlakçıların Temuda qanunsuz məhsullarla qarşılaşma ehtimalının yüksək olduğu və standartlara cavab verilmədiyi bildirilir. Qeyd olunur ki, istintaq zamanı Temuda şarj cihazlarının əhəmiyyətli bir hissəsi əsas təhlükəsizlik testlərindən keçə bilməyib və körpə oyuncaqlarının tərkibində kimyəvi elementlər limiti aşıb və ya oyuncağın çıxarıla bilən hissələri boğulma təhlükəsi yaradır. Bəyanatda Temunun 28 avqust 2026-cı il tarixinə qədər pozuntuların aradan qaldırılması üçün fəaliyyət planı təqdim etməli olduğu və qərara əməl etmədiyi təqdirdə şirkətin vaxtaşırı cərimələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edilir. Qeyd edək ki, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara riayət etməlidirlər. Avropa İttifaqı öz qaydalarını pozan şirkətlərə külli miqdarda cərimələr tətbiq edə bilər.